Dərsimizə başlayaq, o haqda danışarıq. Deməli, dərsimiz bullyingdir. Bugünkü mövzumuz bullying, yəni qısnama. Ümumiyyətlə, gəlin birinci görək bullying nədir? Bullying, zəif şəxsin, güclü şəxs tərəfindən fiziki, psixoloji, davamlı təkrarlanan, belə deyək, zorakılığıdır, davamlı təkrarlanan incidilməsidir. Psixoloji də ola bilər, fiziki də ola bilər. Zəif şəxs deyəndə burada söhbət təkcə fiziki zəiflikdən getmir. Eyni zamanda psixoloji zəif şəxsdən də söhbət gedir. Məsələn, uşaqlar var ki, onlar fikirlərini ifadə eləməkdə çətinlik çəkən uşaqlardır, utancaq uşaqlardır, biraz özlərinə qapanıq uşaqlardır. Bu uşaqların bullyingə qalma ehtimalı daha çox olur. Nəinki iradəsi güclü olan, sözünü deyə bilən uşaqların. Ona görə də burada təkcə fiziki zəif uşaqlardan söhbət getmir. Ümumiyyətlə, bullying güclü şəxsin zəif şəxsə təkrarlanan əzab verməsidir. Psixoloji və yaxud da ki, fiziki. Bir də mobbing anlayışı var. Mobbing anlayışı isə bunu bir nəfər tərəfindən yox, kütləvi şəkildə edilməsinə deyilir. Bu da mobbingdir. Mobbing testlərə adətən düşmür. Əvvəlki çərçivə sənədində düşürdü. Amma adını bilində olmadı, belə oldu elə. Deməli, bullying bir şəxsin, güclü şəxsin zəif şəxsə qarşı olan, təkrarlanan, davamlı təkrarlanan, bir dəfə olan hadisə bullying sayılmır. Davamlı təkrarlanan psixoloji və fiziki əzab verməsidir. Mobbing isə bir neçə şəxs tərəfindən, belə deyək də, bir kütlə tərəfindən, bir qrup tərəfindən bullyingə məruz qalmaqdır. Bullyingi edən şəxsə bully deyilir. Testlərdə bully görəndə bilin ki, bullyingi edən şəxsdən söhbət gedir. Amma bullyingə məruz qalan şəxsə ilə deyirik bullyingə məruz qalan uşaq. Amma bully bullyingi edən şəxsdir. Əvvəlcə gəlin təsnifata bölək bullyingi. Deməli, məqsədinə görə bullying iki cür olur. Məqsədli bullying, məqsədsiz bullying. Adından bəllidir ki, məqsədli bullying, yəni bilərəkdən, qəsdən edilən bullyingdir. Uşaq götürür daşı, məktəbin pəncərəsini qəsdən sındırır. Yəni, bilir ki, bu yaxşı hərəkət deyil. Amma bunu bir neçə dəfə, dəfələrlə bir dəfə edilən şey bullying sayılmır, yenə deyirəm. Bir neçə dəfə edilirsə, bu artıq bullying olur. Bunu qəsdən edirsə, bu məqsədli bullyingdir. Bir də var ki, bilməyərəkdən, bunun bullying olduğunu bilməyərəkdən etmək. Yəni, uşağın özü belə bullying etdiyini bilmir. Misal üçün, deyir ki, Arif Fuadı idman zalında tez-tez yumruqluyur. Arif buna əyləncə xarakterində baxır. Fuad isə biraz fiziki olaraq o qədər də güclü uşaq deyil. Arif isə bunu oynanmaq xarakterində eləyir. Aralarında heç bir problem yoxdur. Dostdular, bir məhəllədə yaşayırlar və yaxud da bir sinifdə oxuyurlar, bir partada otururlar. Yəni, belə deyək də, Arifin Fuadla heç bir problemi yoxdur. Amma əyləncə xarakterli idman dərsində davamlı təkrarlayaraq Fuadı neyindir? Yumruqluyur. Bundan əslində Fuad narahat olur bundan. Fuad bundan çox narahat olur. Onun belə deyək də. Amma Arif bunu başa düşmür. Çünki məqsədli şəkildə eləmir. Xəbəri yoxdur uşağın bunun bullying olduğundan. Buna əyləncə xarakterində baxır. Uşaqlar hamısı gülür. O da gülür. Əyləncə kimi baxır buna. Amma əslində Fuad üçün bu çox negativ nəticələrə gətirə bilər. Fiziki gücsüz olduğuna görə ona cavab verə bilmir və bullying halı təkrarlanarsa sonu əlbəttə ki, yaxşı olmaz. Digəri isə məqsədsiz bullyingin biri də müəllim tərəfindən həyata keçirilir. Yəni, bu da bilmirik. Tədris bullyingi deyirik buna. Müəllim özü də bilmədən şagirdlərə bəzən tədris bullyingi edə bilir. Tutaq ki, uşağa nəsə bir tapşırıq vermişik. Hansı ki, gözləntimiz o uşaqdan yüksəkdir, amma o tapşırığı o uşaq yaxşı yazmayıb. Məsələn, deyək bir esse, bir məqalə, bir hekayə, fərqi yoxdur, nəsə bir tapşırıq. Deməli, o uşaqdan gözləntimiz yüksəkdir. Yəni, biz düşünürük ki, o uşaq məqaləni yaxşı yazacaq. Adətən müəllimlər şagirdlərini tanıyırlar. Amma məqaləni oxuyanda görürük ki, məqalənin, belə deyək, məzmunu çox kasatdır, cümlələr çox sadə cümlələrdir və bunu dəfələrlə deyiriksə, təkrarlanan, niyə deyirik buna? Təkrarlanan dəfələrlə deyiriksə ki, yəni, sən belə yazmamalıydın, bu qədər səhv niyə oldu? Dəfələrlə onun səhvini deyiriksə, bu da tədris bullyingi sayılır. Bu zaman deyir, nəticədə şagird deyir ki, dilə gəlir də. Yəni, dəfələrlə deyəndə şagird dilə gəlir. Deyir ki, ancaq məni müzakirə etməyin. Müəllim də deyir ki, mən ancaq səni müzakirə eləmirəm, mən bütün sinifi deyirəm. Yəni, müəllim bunu bilərəkdən etmir. Hansı müəllim şagirdinə bilərəkdən bullying etmək istəyər?
Amma şagird bunu səhv belə deyək, dəfələrlə təkrarlandığına görə, onların yaşı bizimlə eyni yaşda olmadığına görə şagird həssas ola bilər və bu şagirdə belə deyək də artıq özünü müdafiəyə keçir şagird. Şagird belə deyək, yazdığını yox, artıq özünü müdafiəyə keçir. Sağ qalma sindromu yaranır ki, necə eləyim ki, bu vəziyyətdən çıxım. Buna deyirik tədris bullyingi. Bu da məqsədsiz bullyingdir. Deməli, bullying məqsədinə görə iki yerə bölündü. Məqsədli bullying, məqsədsiz bullying. Məqsədsiz bullyingin də iki növü var. Düşünülmədən edilmiş bullying, bir də tədris bullyingi. Məqsədli haqqında da danışmağa ehtiyac yoxdur, yəni bilərəkdən edilən bullyingdir. Bullyingin göstərdiyi davranışa görə iki növü var. Fiziki bullying, qeyri-fiziki bullying. Fiziki bullyingdə mütləq hərəkət var. Vurmaq da ola bilər, kitabını oğurlamaq, saçını kəsmək, pəncərəni qırmaq, partanı qırmaq, məktəbin maddi texniki bazasına ziyan gətirmək. Bu fiziki bullyingdir. Yəni hərəkətlilik varsa biz bilirik də, yəni fiziki sözün mənası. Buna deyirik fiziki bullying. Bir də var qeyri-fiziki bullying. Qeyri-fiziki bullyingin də özünün üç növü var. Özünün üç növü var. Verbal bullying, qeyri-verbal bullying, bir də sosial bullying. Verbal sözünü dəfələrlə eşitmişik. Verbal bullying, yəni sözlü bullying deməkdir. Sözlə. Uşağa atmaca atmaqla. Yəni uşağa belə deyək də, xoşa gəlməz sözlər demək, atmaca atmaq. Yenə deyirəm, bir dəfə yox, davamlı şəkildə. Buna deyirik verbal bullying. Qeyri-verbal bullying isə sözdən istifadə eləmir, amma jestdən, mimikadan, məsələn, uşaq gələndə ağzı nəyir, burnu nəyir, yenə bu gəldi kimi demir, amma belə eləyir, üzün çöndərir. Buna deyirik qeyri-verbal bullying. Yəni mimikalardan, jestlərdən istifadə eləyərək bir şəxsin digər şəxsə qarşı olan davamlı nə idi? Əzab verməsi, incidilməsi, qısqanılmasıdır. Bir də var sosial bullying. Bu da qeyri-fiziki bullyingdir. Sosial bullying bir qrup şəxsin içində uşağı gözdən salmağa çalışmaq. Məsələn, uşaqlar idman dərsində tutaq ki, idman deməyək, dərsdən kənar idmana gedirlər. Orada bir neçə uşaq var da, yəni bir uşaq yoxdur. O bir neçə uşağın gözündən uşağı salmağa çalışmaq, onların yanında uşağı alçatmağa çalışmaq, bu artıq sosial bullying sayılır. Sosial bullyingi testə görəndə müəllimlər tez sosial şəbəkələr başa düşürlər. Sosial şəbəkələr deyil. Sosial bullying, yəni sosial mühitdə, ətrafda olan bullyingdir. Uşağın bir neçə uşağın yanında alçadılması, dəfələrlə. Yəni buna deyirik nə? Sosial bullying. Bullyingin birbaşa və yaxud da dolayı təsirinə görə də iki növü var. Vasitəli bullying, vasitəsiz bullying. Vasitəsiz bullying odur ki, bully özü eləyir bunu. Məsələn, Əhmədin əldən xoşu gəlmir. Əhməd heç kimdən demədən özü bullying eləyir. İndi Əhmədin belə deyək də, əlinin yaxşı nəticələri varmı? Nəsə səbəbin hələ deməyə, səbəblərə getməyəcəyik. Hələ çox dolaşığa salmayayım sizi, addım-addım gələk. Buna deyirik vasitəsiz, yəni özü edir bullyingi. Fərqi yoxdur, sosial bullying eləyir, verbal bullying eləyir, qeyri-verbal bullying eləyir. Əsas odur ki, özü edir. Buna deyirik vasitəsiz bullying. Vasitəli bullying isə başqa birinin əli ilə bunu etmək. Özü işin içində deyil, güya, görünən tərəfdə özü yoxdur. Amma sinif yoldaşını öyrədir ki, get, məsələn, ona qarşı bunu elə. Və sinif yoldaşını inandırır ki, bu yaxşı uşaq deyil. Ailəsi ilə bağlı nəsə bir söz denən, nə bilim, uşağı belə deyək də, pərt elə başqa uşaqların yanında. Buna deyirik vasitəli bullying, özü ortalıqda yoxdur, amma bir uşağın əli ilə eləyir. Əlbəttə, o elədiyi uşaq da psixoloji olaraq zəif uşaqdır ki, onun sözündən oturur durur. Çünki iradəli uşaq başqasının sözündən oturub durmaz. Demək ki, iradəsi o qədər də güclü olmayan uşaq olduğuna görə onun sözü ilə eləyir bu hərəkəti. Yəni, görünən tərəf o da o uşaq satmayacaq onu, deməyəcək. Çünki o özünü elə göstərir ki, yəni, belə deyək də, manipulyasiya edib də o uşağı. O uşaq gəlib ki, məsələn, deməyəcək ki, bullying odur ki, bullying gizli baş verir. Əgər bunu uşaq açır deyirsə ki, bu bullying deyil. Bullying gizli baş verir. Çox nadir hallarda uşaqlar özləri bullyingin üstünə açırlar. Bir də son zamanlar ən geniş yayılmış bullying kiberbullyingdir. Bu artıq sosial şəbəkələrdir. WhatsAppda, hər hansı bir Instagram, nə bilim TikTok, sosial şəbəkələrdə bir şagirdə qarşı digər şagirdin etdiyi bullying. Biz indi məktəbdən danışırıq, amma bullying məktəbdən kənar da çox olur. Amma indi məktəbdən danışırıq, sonra məktəbdən kənar məsələsinə keçərik. Bəli, Gülşən müəllimə, eşidirəm. Müəllimə, dediniz ki, o gizli olur bullyingdə, amma o məqsədli bullyingi necə gizli aparmaq olar?
yaxud fiziki bullyingi necə gizli aparmaq olar? Yəni uşaq belə deyək də, gizli aparmaq nə mənada? Yəni biz onu dəfələrlə görəndə başa düşürük də bu bullyingdir. Hər müəllim hər dəfə tutaq ki, Azərbaycan dili müəllimi bir dəfə görür, riyaziyyat müəllimi bir dəfə görür, rus dili müəllimi bir dəfə görür. Biz əməkdaşlıq edəndə bilirik ki, burada bullying var. Əməkdaşlıq etməsək biz bilmirik burada bullying var. Gizli aparılır, gizli. Necə gizli? Belə deyək də, bullyingi başa düşmür axı uşaqlar ki, bu bullyingdir. Onu açsınlar müəllimə desinlər. Yəni nə bullyingə məruz qalan şəxs bunu başa düşmür, ya da onun ətrafındakılar bunu başa düşmür. Adətən bullying gizli olur, adətən. İndi onu biliriksə, tez görürüksə daha yaxşı. Amma adətən gizli gedir. Yəni bir neçə müddətdən sonra xəbərimiz olur ki, həqiqətən də bu uşaq bullyingə məruz qalırmış. Bu mənada. Bir də müəllimə, bullyingə yalnız şagird mi qala bilər? Məsələn, müəllim qala bilər bullyingə? Bullyingə hər kəs qalır. Bullyingə indiki dövrdə bizim zəmanəmizdə sosial şəbəkədə bir şey paylaşırsan, hamı aşağıdan ancaq neqativə köklənir, nəsə yazır. Bullyingə hər kəs məruz qalır, amma bu yaşda uşaqlarda əsasən də bu hadisə 12, 13, 14 yaş uşaqlarında çox neqativ hallara gətirib çıxardır. Məsələn, bunu belə deyək, pedaqogiyaya gətirən şəxs adətən bu yaş uşaqları nəzərə alıbdır. Hətta burada Rebecca ilə bağlı bir məktəbdə baş verən bir hadisə də var. Rebecca Amerikada yaşayır, Florida ştatında. Deməli, 15-ə yaxın sinif yoldaşı tərəfindən sosial media və məktəbdə ağır təhqirlərə məruz qalır. 2000 doğumludur və olmuş hadisədir. Və hadisə baş verəndə Rebecca'nın 12 yaşı var, yəni 2012-2013-cü illərə təsadüf eləyir bu hadisə. Rebecca isə, belə deyək də, uzun müddət bu gərginlik altında yaşayır və Allah uzaq eləsin. Nəticədə isə Rebecca intihar nəticəsində həyatını itirir. Yəni bunu nəzərə alaraq bunu pedaqogiyaya salıblar ki, bu yaşlı uşaqlarda bullyingin nəticələri yaxşı olmaya bilər. Amma bullyingə hər kəs məruz qalır. Hər kəs. Yəni ora toxunacağıq müəllimə. Sonda real həyatdan nümunələr də gətirəcəm, ora toxunacağıq. Bəli, bullyingə hər kəs məruz qala bilər. Amma tədris prosesində müəllim bullyingə məruz qalırsa, deməli müəllim yetişkin insan, yəni bullyingə məruz qalmamalıdır. Yetişkin insan özünü müdafiə edə bilməlidir. Amma 12, 13, 14 yaşında uşaq bullyingə məruz qalırsa, onu biz müdafiə eləməliyik. Çünki həm biz, həm valideyn az yaşlı uşaqların fiziki zorakılıqdan, psixoloji zorakılıqdan qorunmasına məsuliyyət daşıyırıq. Eyni zamanda da valideyn bu məsuliyyəti daşıyır. Ona görə də sırf biz məktəb mühitində olan bullyingdən danışırıq. Amma bəli, istənilən sahədə bullying olur. Hər yerdə var bullying. Kiberbullying sosial şəbəkələrdədir. Bilmirəm, görmüşdünüz, görməmişdiniz. Sosial şəbəkələrdə bu yaxınlar dediyim də o müsəlmanın bu yaxını. Bir hadisə görmüşdüm Azərbaycanda. Bir məktəblinin aparırlar hardasa bir neçə qız. Əsasla bir, belə deyək də, başçıları bir qız var. Başına yumurta vururlar və onun alnına çox pis bir ifadə yazıb, onu sosial şəbəkələrdə paylaşmışlar. Bu kiberbullyingdir. Bu artıq sosial şəbəkələrə çıxıbsa buna deyirik kiberbullying. Deməli, növlərdən danışdıq. Məqsədinə görə bullyingin iki növü oldu. Məqsədli, məqsədsiz. Bullyingin davranışına görə iki növü oldu. Fiziki, qeyri-fiziki. Qeyri-fizikinin özünün də üç növü oldu. Verbal, qeyri-verbal, bir də sosial bullying. Bullyingin birbaşa və yaxud da dolayı yolla təsirinə görə iki növü oldu. Vasitəli bullying, vasitəsiz bullying. Bir də xüsusi bir bullying növü var, o da kiberbullyingdir. Məqsədsiz bullyingin də iki növü var. Düşünülməmiş, yəni şagird başa düşmədən bunu edir. Bir də tədris bullyingi, müəllim də əslində məqsədsiz edir, düşünülməmiş edir. Amma tədris bullyingi öyrətmə və öyrənmə ilə bağlıdır. Yəni burada müəllim əslində uşağı nəyəsə öyrətmək üçün eləyir bunu. Müəllimin pis bir niyyəti yoxdur, amma bu da məqsədsiz bullying sayılır, çünki dəfələrlə təkrarladığına görə. Aha. Bunları bir izahını vermişəm. Kitabdan baxarsınız hansı nə deməkdir. Bura gəlməyəcəm. Burada bir də izahını da veribdir. Bullyingin müəyyən edilməsi məsələsinə toxunaq. Bullying adətən nə zaman baş verir? Şagirdlər arasında konflikt olanda, şagirdlər arasında hər hansı bir nifaq olanda, bir şagirdin digər şagirdə qarşı aqressiyası olanda. Bullying nə zaman uşaqlar bullyingi müəllimə deyərlər? Sağlam mühit olarsa. Sağlam mühit olarsa, şagird özünü sərbəst fikrini ifadə edə bilər. Yəni, söhbət beyin olaraq sağlam mühitdən gedir. Təhlükəsiz, psixoloji, sağlam mühitdə, şagird qorxmadan, pozitiv bir mühitdə
şagird müəllimə bullyingə məruz qaldığını deyə bilər. Amma şagird qorxarsa ki, mən bunu etiraf edərəmsə, söhbət sağlam mühit deyəndə təkcə müəllimdən söhbət getmir. Ümumilikdə sinif sağlam psixoloji olmalıdır. Yəni bu səmərəli bir sağlam psixoloji mühit olmalıdır ki, şagird utanmasın ki, mən bunu deyərəm, mənə gülərlər. Niyə bullying gizli gedir? Əslində bully bunu özü demir. Əgər düşünülmüş şəkildə edirsə, bully bunu deyərmi? Bully özünü ələ vermək istəməz. Bullyingə məruz qalan şəxs isə utandığından demir ki, mənə gülərlər, mən zəifəm, doğrudan da mən zəifəm. Yəni onda özgüvənsizlik problemi olur. Deyərəm, daha çox məni belə deyək də, gülünç bilməyənlər də bilər, mənə hamılağa qoyar. Yəni bu nəticələrindən narahat olduğuna görə etiraf eləmir. Aparılan tədqiqatlar göstərir ki, bullyingə məruz qalan şagirdlərin böyük bir hissəsi bu haqda dostlarla danışırlar. Bəzən deyir, dostunun da bullyingə məruz qalması haqqında şagird gəlib müəllimə deyə bilər. Amma bu nə zaman olur? Sağlam bir psixoloji mühit olanda. Yəni uşaq dostuna danışır, sağlam psixoloji mühit olanda dostu da gəlir onu müəllimə deyir ki, bəs müəllimə, dostum sizə deyə bilmir, utanır və yaxud da qorxur, belə bir şey var, biləsiniz. Bu da həmişə olmur sağlam psixoloji mühit olanda. Yəni bu cür müəyyən etmək mümkündür. Birinci müəyyən etməyin yolu budur. İkincisi, bütün məktəb heyəti əməkdaşlıq etməlidir. Bayaq dediyim məsələ, ola bilər ki, mən görmədiyimi siz görürsünüz. Və yaxud da sizin görmədiyinizi mən görürəm. Bütün dərs deyən müəllimlər, psixoloq, ümumiyyətlə bütün işçilər, texniki işçilər daha çox görürlər bu hadisələri. Çünki bullying hadisələri adətən dərsdən kənar vaxtlarda olur, tənəffüslərdə olur, bufetdə olur, ayaq yolunda olur. Ona görə də əməkdaşlıq olarsa, bullyingin müəyyən edilməsi daha yaxşı baş verə bilər. Sonra şagirdlərə şəxsi portfolyolar yaradırıq biz, düzdürmü? Bunu biz kiçik summativ qiymətləndirmələrlə bağlı yaradırıq, diaqnostik qiymətləndirməklə, böyük summativ. Yəni bunlar burada qorunur. Böyük summativ portfolyolara qoyula da bilər, qoyulmaya da bilər, amma müəllimin məsuliyyətində olan kiçik summativlər bura qoyulmalıdır. Amma biz şagirdlərin təkcə akademik nailiyyətlərini deyil, eyni zamanda onların davranışlarını, digər şagirdlərlə münasibətlərini, ailə vəziyyətini əks etdirən sənədləri də o portfolyoya qoymalıyıq. Və o portfolyo nəzarət altında saxlanılmalıdır. Yəni müəllim tərəfindən o portfolyoya tez-tez baxılmalıdır. Yəni uşaqlar ailədə olan dəyişiklikləri bura yazırlar. Çünki onlar çox, yəni bunu bizim eləməkdə məqsədimiz nədir? Uşaqlarda hər hansı bir dəyişiklik varsa onu vaxtında bilək. Yəni ailəsində, öz davranışında, şagirdlərlə münasibətində və müəllim onu nə mənada nəzarətdə saxlamalıdır? Bu münasibətləri izləməlidir. Gəlib baxmalıdır portfolyolara, uşaqlardan yəni gizli şəkildə eləməlidir ki, bunu uşaq deməsin ki, müəllim mənim portfolyomu niyə axtarır? Çünki bu da şübhə yarada bilər. Valideynlərlə əməkdaşlıq. Ümumiyyətlə, valideyn uşağın həyatında mühüm yer tutur. Valideyn çox önəmli faktordur. İstəyir uşağın inkişafında, istəyir də belə bir vəziyyətdən çıxarılmasında. Ona görə də valideynlərlə əməkdaşlıq edək. Tutaq ki, görürük ki, şagird biz nə zaman bullyingi müəyyənləşdirməyə çalışırıq? Hansısa bir şagirdimizin davranışında qeyri-adekvat bir şeylər hiss eləyəndə. Agresiya, özünə qapanma, oxuyan uşağın birdən-birə oxumaması və yaxud da birdən-birə hiperaktivlik və yaxud da passivlik. Yəni uşağın davranışında, mütəmadi izlədiyimiz uşağın davranışında birdən-birə dəyişiklik hiss ediriksə, bunun bullying olma ehtimalı var. Ona görə də müəllim bunu etməyə çalışır, müəyyən etməyə çalışır. Valideynlərlə əməkdaşlıq edərək, bəli, bunu da müəyyən etmək mümkündür. Esse yazdırmaq olar. Deməli, esse yazdırmaq olar uşaqlara ki, uşaqlar, hansısa bir mövzu qoyuruq, esse yazdıraraq bullyingi ortaya çıxarda bilərik. Mövzunu belə deyək də, elə bir mövzu qoymalıyıq ki, sinifdə davranışla bağlı mövzu olsun və uşaqlar bununla bağlı esse yazmalıdırlar. Amma alimlərdən, mütəxəssislərdən bir neçəsi deyir ki, esse o həmişə effektiv olmur. Çünki uşaqların bəzisi esseni təxəyyülünə uyğun yazır, fantaziyasına, baxdığı hansısa bir kinoya uyğun yaza bilər, yəni sinifdə olmayan hadisəni yaza bilər. Və yaxud da bully, yəni bully edən şəxs bilirsə ki, şübhələnibsə ki, müəllim bu esseni bilərəkdən yazdırır, davranışında belə bir problem var, o gizlədə bilər, başqa uşağın adından yaza bilər. Bu da nəticədə bizim səhv istiqamətimizə getməyə gətirib çıxara bilər. Ona görə də həmişə effektiv olmaya bilər. Anonim sorğulardan istifadə eləmək olar. Anonim sorğular effektiv olur. Anonim sorğulardan istifadə etməliyik ki, psixologdan da dəstək almalıyıq. Çünki əməkdaşlıq nədir? Yəni biz psixologiyanı o qədər dərin bilməyə bilərik, amma psixoloq dərin bilməlidir və psixologdan əməkdaşlıq alaraq bu bullying hadisəsini nə edə bilərik?
tapa bilərik. Anonim sorğuda isə əlbəttə elə eləyir ki, uşaqlar bir-birinə məsləhətləşməməlidirlər də. Yəni böyür-böyür oturan uşaqlar məsləhətləşib sorğu yazırlarsa, bu o deməkdir ki, uşaq narahatdır. Mənim yazdığımı mənim yanımdakı görürsə, bu anonim sayılmır. Nə olsun ki, müəllimə mən bunu anonim verəcəm. Amma yanımdakı görür, qabağımda oturan görürsə, bu anonim sayılır və uşaq orada fikrini tam ifadə etməyəcək. Bu da öz növbəsində. Sonra, bunlar bullyingi ortaya çıxartmağın yollarıdır. Çox mürəkkəb bir prosesdir. Bu yanaşmada hər hansı səhv nəticənin çıxarılması səhv nəticələrə gətirib çıxarıla bilər. Ona görə də ən önəmli məqam konfidensiallığı qorumaq lazımdır. Hər hansı bir şey öyrənmişiksə, bunu tez uşağa demək olmaz. Nə bullyingə məruz qalana, nə də bulliyə bu haqda o dəqiqə demək olmaz. Yəni, bunu müəyyənləşdirmişiksə, bunun qarşısının alınma yolları var. Hansı yollarla biz bunun qarşısını ala bilərik? Çox həssas olmalıyıq. Burada təkcə bullyingə məruz qalan uşağa qarşı yox, bulliyə qarşı da həssas olmaq məsələsi çox önəmlidir. Niyə? Çünki bulli özü də uşaqdır. Tədqiqatlar göstərir ki, biz araşdırsaq ki, niyə bu uşaq bunu eləyir? Yəni, bunun arxasında bizim o uşağa belə deyək də, yalnız ürəyimiz yanar. İlk baxışdan bizdə aqressiya yaranır ki, bu özündən zəif uşağa bunu niyə eləyirsən? Axı səndən fiziki olaraq gücsüzdür, axı səndən psixoloji olaraq gücsüzdür. Yəni, belə bir fikir yaranır da adətən biz pedaqoqlarda. Amma araşdıranda bəlli olur ki, bullilərin özü də vaxtilə bullyingə qalmış uşaqlardır. Yəni, onlar o deyirik el arasında başqasının hirsini başqasından çıxartmaq məsələsi. Özünün aldığı həyatda qısnamalardan, özünün aldığı həyatda psixoloji, fiziki də ola bilər, psixoloji də ola bilər, zərbələrdən başqa uşağa qarşı nə edir? Tətbiq edir. Çünki bullilər də əslində çox həssaslıqla yanaşılmalı və bullinin bu davranışı aradan qaldırılmalıdır. Onun üzünə vuraraq ki, sən niyə belə eləmirsən, sən niyə eləmirsən, bu davranışı biz daha da şiddətləndirə bilərik. Bayaqdan bu gizli gedirdisə, məsələn, uşağın biri bilirdisə bullingdir, beşi bilmirdi. Çünki əyləncə xarakteri baxa bilərlər buna. Onlar uşaqdılar, əyləncə xarakteri baxırlar, başa düşmürlər bu bullingdir. Gizli gedirdisə, amma biz bunu bildik, açdıq bütün sinifə dedik. Biz bunun qarşısını almaq istəyirik. Deyir o, benzin tökdük Tadalovun üstünə. Bu cür bullying qarşısı almaq olmaz. Çox həssas yanaşmalıyıq, konfidensiallığı qorumalıyıq. Şagirdlər arasında dedikodu şəkildə müzakirəsinə qətiyyən yol vermək olmaz. Dedikodu şəklində müzakirə olarsa, bu daha pis nəticələrə gətirib çıxarda bilər. Deməli, həm bullyingə məruz qalan şəxs anonim olmalıdır, həm də bulli anonim olmalıdır. Yaxşı, müəllim bəs bunun qarşısını necə alsın? Müəllim bunun qarşısını almaq üçün səbəbi araşdırmalıdır birinci. Yenə deyirəm, anonim şəkildə səbəbi araşdırır. Uşaqlarla təkbətək söhbət eləyir. Psixoloq da uşaqlarla təkbətək söhbət eləyə bilər. Yəni, onlara məsələdən xəbərdar olduğumuzu bildirmədən etmək olar bunu. Amma cəzalandırmaq ümumiyyətlə olmaz. Bullini cəzalandırmaq olmaz. Bu, belə deyək də, daha şiddətli bir bullingə gətirib çıxarda bilər. Bundan əlavə, mənəvi dəyərlər aşılaya bilərik. İndi deyə bilərsiniz ki, bunu əvvəldən eləməliydik. Eləmişik. Biz zaten eləyirik bunu. Sinif rəhbərləri həmişə eləyir. Siniflərlə psixoloji söhbətlər eləyir. Məsələn, sinif iclasları keçirir. Amma kurikulum tək sinif rəhbəri üçün deyil. Kurikulum bütün fən müəllimləri üçündür və bütün fən müəllimləri bu cür yanaşmalıdır uşaqlara. Söhbətlər eləmişik, amma olub da, yəni bu söhbətdən uşaq nəticə çıxartmaya bilər və yaxud da ki, ilin ortasında heç bu haqda danışmamışıq, ilin ortasında müəyyən bir dəyişiklik baş verir. Baxın, bunun səbəbləri var, bullying durduğu yerdə olmur. Bunun ailə daxili səbəbləri də ola bilər, bunun məktəb daxili səbəbləri də ola bilər, bunun məhəllə daxili səbəbləri də ola bilər. Ona görə yenidən mənəvi dəyərlər aşılamağa başlayırıq. Yəni, uşağın dünya görüşünə təsir edən mənəvi dəyərlər. Mənəvi dəyərlər aşılamaq üçün müəllim sadəcə bir mühazirə təşkil etməsi kifayət deyil. Uşaqlar gördüklərinə inanırlar, eşitdiklərinə yox. Yəni, ümumiyyətlə deyir, yüz eşitməkdənsə bir görmək yaxşıdır məsələsi var. Ona görə də mənəvi dəyərlər aşılamaq üçün uşaqlarda, məsələn, uşaqlar evinə ekskursiyalar, qocalar evinə ekskursiyalar, inklüziv məktəblərə ekskursiyalar təşkil etmək olar. Onların həyatı ilə əlaqəli fənüstü inteqrasiyalar etmək olar. Əyani şəkildə nə vaxtsa məktəbdə baş vermiş bir bullying hadisəsini uşaqlara danışmaq olar və yaxud da ki, məktəbdə olmasın. Belə deyək, başqa bir məktəbdə bir video rolik var, başqa bir məktəbdə hadisə olub, xarici dillərdə belə roliklər çoxdur. Bunu nümayiş etdirmək olar uşaqlara ki, uşaqlar başa düşsünlər ki, bizim sinifimizdə də bullying hadisəsi var. Amma hiss etdirmirik.
ki uşaq orada desin ki, müəllimə, bizdə də var belə bir şey, bunu əli elədi, məsələn, Gülərə qarşı, bu cür yox. Yəni, maraq yaradıb, motivasiya yaradıb, nə edirik? Bunu uşaqlarda formalaşdırmağa çalışırıq. Həm mənəvi inkişafı keçmişik sizdən, emosional inkişafı da keçdik bu yaxınlarda. Mənəvi inkişaf nədir? Yəni, vicdanlılıq, insanın mənəviyyatı, ən üst səviyyədən danışaq da, universal etik prinsipdə olandan danışaq. Çünki bizim məqsədimiz uşağı ən üst səviyyə çatdırmaqdır. Yəni, insan canı hər şeydən önəmlidir, qayğıkeşlik, təkcə insana yox, ağacın budağını qırmır, çünki onun canlı olduğunu başa düşür, onun bar verməsini, məhsuldarlığını dərk eləyir, balaca bir pişik balasını görür, onu gətirir, saxlamağa cəhd eləyir, ona da bir can yandırır, o da onun üçün önəmlidir. Yəni, mənəviyyət olaraq uşaqlarımızı universal etik prinsiplərə çatdırmalıyıq ki, insan canı hər şeydən önəmlidir. Bu belə, emosional intellekti də keçmişik, amma yenə vurğulayıram. Emosional intellektin ən üst səviyyəsi nə idi? Münasibətlərin idarə olunması. Emosiyalarını artıq uşaq tanıyır, nə vaxt əsəbləşir, nə vaxt belə deyək, aqressiv olur, nə vaxt sevinir və buna uyğun olaraq, emosiyalarına uyğun olaraq münasibət qurur. Və digərlərini də bu emosional vəziyyətdən çıxartmağa çalışır artıq, həyəcanlı uşağı, həssas uşağı. Bu nədir? Ən üst səviyyədə emosional intellekti, münasibətlərini düzgün idarə edə bilir, aqressiyadan uzaq, konstruktiv şəkildə. Bunları şagirdlərdə formalaşdırsaq, bullyinqi aradan qaldıra bilərik. Buzqıran strategiyalarından istifadə edə bilərik. Buzqıran strategiyalarından danışmayacağım bugün. Buzqıran strategiyaları haqqında sinifin idarə edilməsi, qaydalar və prosedurlar dərsimizdə danışacağıq. Amma yəni adını bilin ki, icebreaker, yəni buzları əritmək, soyuq münasibətləri istiləşdirmək deməkdir. Valideynlərlə əməkdaşlıq və valideynlərin maarifləndirilməsi. Biz bullyingi müəyyənləşdirmişik. Vaxtında müəyyənləşdirmişik. Nə gözəl, lap yaxşı. Bəs yaxşı, valideynin bundan xəbəri yoxdur axı. Valideynin bundan xəbəri yoxdur və biz bir yerdə bunu aradan qaldırmalıyıq. Amma çox təəssüf ki, bizi başa düşən ziyalı valideyn azdır. Ümumiyyətlə, bullyingin nə olduğunu belə bilən valideyn azdır. Ona görə də valideyni birinci maarifləndirmək lazımdır ki, valideyn başa düşsün. Valideynə birdən-birə desəm ki, sənin uşağın bullyingə məruz qalır. Bunun axırı yaxşı nəticələnməyə bilər, intihara gətirib çıxara bilər. Valideyn dəli olacaq, bütün valideynləri qatacaq bir-birinə, bütün sinifi qatacaq bir-birinə ki, nə danışırsınız? Vay, uşağım özünü öldürəcək. Yəni, bu cür yanaşma ilə yox. Bu cür yanaşma ilə yox. Valideynləri maarifləndiririk. Konfidensiallığı mütləq qoruyuruq. Valideyn bizə evdə olan hansısa bir hadisəni danışırsa, mütləq qoruyuruq. Uşağın davranışından yəni olan problemə görə biz o valideynlə əməkdaşlığa keçirik. Həmişə əməkdaşlıq etməliyik o öz növbəsində. Amma indi bullying axı araşdırmışıq. Ona görə əməkdaşlıq edirik. Deməli, valideynə nə etmək lazımdır? Valideynə onun başa düşəcəyi şəkildə maarifləndirmək lazımdır. Yəni, maarifləndiririk sadə yolla, bullyingin növlərini deyirik, yaranma səbəblərini deyirik, şagirdin davranışında hansı əlamətlər görmüşük, görək valideyn də o əlamətləri görürmü? Yəni, bu cür necə, kimə yol göstəririk, hara müraciət eləmək lazımdır, kimə müraciət eləmək lazımdır, uşaqla necə davranmaq lazımdır, bunun hamısını etməliyik. Da yoxsa ki, bullyingi görmüşəm, kitabda mənə deyib ki, valideynlə əməkdaşlıq, qoy zəng elin valideynə deyim ki, bəs xəbərin var, sinifdə sənin uşağına qarşı bullying var, bunun axırı yaxşı olmaz. Bu, əksinə o uşağı faciəyə aparmaq deməkdir. Bu cür yanaşmaq olmaz. Məktəb psixoloq ilə əməkdaşlıq. Bəli, mən bullyingi müəyyənləşdirmişəm. Psixoloq mənə dəstək olmalıdır bunu aradan qaldırmaqda. Bu mütləqdir, bunu bayaq da dedim. Deməli, şagirdlərin individuallığını, yəni hər şagird fərqlidir, hamıya eyni cür yanaşmaq olmaz. Bunu psixoloqlar daha yaxşı bilirlər. Şagirdlərin individuallığını nəzərə alaraq onlarla nə etməlidir? Psixoloji dəstək göstərməlidir. Şagirdlərin maarifləndirilməsi də burada var. Yəni, emosional intellekti inkişaf elətdirməklə, mənəvi intellekti inkişaf elətdirməklə şagirdlərə də bullying haqqında məlumat verməliyik. Axı, biz bayaq bullyingin növlərini keçəndə dedik ki, bullyinglər məqsədsiz ola bilər, düşünülməmiş ola bilər. Fərqi yoxdur, lap kiberbullyingdir, sosial şəbəkədə olan bullyingdir, bu da düşünülməmiş ola bilər. Uşaq bunu əyləncə xarakterli edir. Elə bilir ki, bu gülməlidir, hamı güləcək, yəni maraqlıdır. Bunu maarifləndirərsək uşaqları, uşaqlar da bullyingin nə olduğunu bilər və artıq belə deyək də, bullyingə məruz qalan şəxs də vəziyyətdən necə çıxmalı olduğunu bilər. Bully edən şəxs də belə yavaş-yavaş etiraf da eləyəcək. Yəni, sinifin içində yenə deyirəm, söhbət getmir. Bu, konfidensial həll olunmalı bir məsələdir, gizli həll olunmalı bir məsələdir. Burada üstünə getmək olmaz. Şagirdləri maarifləndiririk. Onlara belə deyək,
baş verən hadisə haqqında danışmırıq. Bu birinci məsələdir. Da mən girdim sinifə baş verən hadisəni danışdımsa, şagirdi maarifləndirməyə heç bir mənası yoxdur. Deyəcək, bizə qəsdən bu videonu qoyub ki, eləyək. O uşağa bunu eləməyək. O uşağı müəllim çox istəyir, biz istəmir. Çünki onların düşüncəsilə bizim düşüncəmiz bir olmur. Maarifləndirən zaman biz video roliklərdən istifadə edə bilərik. Bayaq dedim buna. Şagirdlər görsün ki, bullying olanda necə vəziyyətdən çıxmaq lazımdır. Məsələn, bullying nə etməlidir? Bullyingə məruz qalan şəxs nə etməlidir? Yəni bunun həll yolu var. Uşaq düşünməsin ki, mən bullyingə məruz qalıram. Baxdım, maarifləndim, məndə də var. Amma sonum mənim intihardır da, yəni bunu mən necə həll edə bilərəm? Maarifləndirmək o deməkdir ki, yəni şagirdlər necə dəstək almalıdırlar? Böyüklərdən necə dəstək almalıdırlar? Hər iki tərəf. Bunun yollarını bilsinlər və özləri dəstək almağa çalışsınlar. Özü maraqlıdırsa bunun həllində daha yaxşı olar. Hər bir şey belədir. İnsan özü düşdüyü bir çətinliyin həllində maraqlıdırsa, qarşı tərəfin dəstəyi ona tez kömək eləyəcək. Bir də ki, müəllimin rol model olması məsələsi. Müəllim rol model olmalıdır. Müəllim özü bullyingə uşaqları məruz qoymamalıdır ki, bu şagirdlərə birbaşa təsir edən məsələlərdir. Müəllim belə deyək də, emosional olaraq ən yüksək pillədə olmalıdır. Eyni zamanda mənəvi dəyərləri də ən yüksək pillədə olmalıdır ki, müəllim bunu aradan qaldıra bilsin. Burada da sonda bir qəşəng bir cümlə var. Deyir, unutmayaq ki, müqəddəs olan müəllim deyil, müqəddəs olan müəllimlik peşəsidir. Yəni bizim boynumuzda böyük bir məsuliyyət var. Biz şagirdlərə təkcə elm öyrətməməliyik, həm də onları bir şəxsiyyət kimi formalaşmasında, o keçid dövrü var ki, 12, 13, 14 yaşlarında onların həyatlarında ciddi bir problemin yaranmasında, belə deyək, mühafizə, qarşısını alma yollarında biz, düzdür, valideyn də önəmli faktordur, amma biz ziyalıyıq, biz daha yaxşı bunun yollarını bildiyimizə görə biz bunu nə etməliyik? Aradan qaldırmalıyıq. Bu da oldu bizim dərsimiz. Kimdə qaranlıq nə qaldı?